Biz bugün futbol üzrə dünya çempionatının qalibi olan İspaniya haqqında məlumat verəcəyik. İspaniya Avrasiya materikində, Avropa qitəsində, Cənubi Avropa regionunda, Avropanın cənub-qərb hissəsində yerləşən, həmçinin Afrikanın şimal hissəsində müəyyən bir əraziləri əhatə edən ölkədir. İspaniyanın sahəsi 506 min kvadrat kilometr, əhalisi isə təxminən 48 milyon nəfərdir. İspaniya sözünün mənası Dovşanlar sahili mənasını verir. Ölkə ərazisində 17 muxtar birlik, 2 muxtar şəhər, 52 əyalət mövcuddur. Ceuta və Melilla şəhərləri Şimali Afrika ərazisində yerləşən İspan şəhərləridir. Ölkənin paytaxtı Madrid şəhəridir. Madrid şəhəri ölkənin ən böyük şəhərlərindən, həmçinin ən böyük mədəniyyət mərkəzlərindən biri hesab edilir. Bununla yanaşı İspaniya ərazisində Barcelona, Malaga, Valencia, Zaragoza, Bilbao kimi nəhəng şəhərlər mövcuddur. Dövlətin idarə etməsinə keçsək, ölkənin idarə edilməsi konstitusiyalı monarxiyalardır. Yəni ki, monarx tərəfindən dövlət idarə olunur, hakimiyyət irsən keçir, lakin dövlət konstitusiya qanunlarına uyğun idarə olunur və monarxın səlahiyyətləri konstitusiya ilə məhdudlaşdırılır. Ölkə ərazisində muxtar vilayətlər, muxtar şəhərlər mövcud olsa da, ərazi inzibati ərazi quruluşuna görə unitar hesab edilir. Dil ailəsinə biz keçid etsək, İspaniyada əsas dövlət dili İspan dilidir. Bununla yanaşı Bask, Qalliya kimi dillər mövcud olsa da, əsas dövlət dili İspan dili hesab olunur. Ona görə də ölkə Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aid edilir. Ölkənin biz iqliminə keçid etsək, ölkə ərazisində Aralıq dəniz iqlim tipi, kontinental iqlim tipi, həmçinin mülayimin dəniz iqlim tipinə biz rast gəlirik. Lakin ölkə ərazisinin əsas hissəsini subtropikin Aralıq dəniz iqlim tipi tutur. Ona görə də kənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir. Xüsusən sitrus meyvəçilik, üzümçülük, zeytunçuluq kimi sahələr İspaniyanın əsas kənd təsərrüfatını əhatə edir. Ölkə inkişaf etmiş ölkədir. Ona görə də ölkədə həyat səviyyəsi yüksəkdir və iqtisadiyyatı yaxşı inkişaf etmişdir. Pul vahidi avrodur. Ölkədə xidmət sektoru yüksək səviyyədə inkişaf etmişdir. Xüsusən turizm sektoru ölkənin əsas sahəsi, əsas gəlir gətirən sahəsi hesab edilir. Ölkə ərazisində xüsusən Aralıq dəniz sahillərində və digər ərazilərdə böyük turizm fəaliyyəti ilə məşğul olan ərazilər mövcuddur. Həmçinin dünyada məşhur festivallar, tədbirlər bu ölkədə keçirilir. Turizm sahəsinə görə dünyada seçilən ölkələrdən hesab edilir.